Şöbe en çok sevdiğim şöbe. Çünkü burada Sevinç Xanım işləyir. O işlədiyi səliqə, səhman, gözəllik. Bax bir dənə bax sport dəstər hamısının şalvarı içindədir. Bax görsən 25 manata dəstərimiz var. Buna bax. Qəşəng. Şalvar da içində. Bax. Bəzən elə işçilər olur ki, müdür misal üçün dükkanı işlədəndə, dükkanın yiyəsi oradan keçəndə də bax belə düz keçib gedir ki, birdən elə bilər ki, ona fikir verirsən də, yəni onun işinə. O qədər yəni düz iş görürlər. Bax, ona görə Sevinç xanıma buradan salam dua deyirəm. Sağ olsun. Bu da mənim bacım oğludur. Royalla bir yerdə saat satır. Çox belə day, belə həvəssiz məcburi gətirib oturmuşam burada. Bax, Royaldan şəhərçidir. Hə. Dünəndən də atsot eləyirlər. Arası 7 manat pul var, qırırdılar bir-birlərini. Bax, belə. Bundan nə olacaq? Bundan adam olacaq, olmayacaq bilmirəm. Da indi bacımcılarda bir söz deyəmirəm indi. Bax, nə var? 9 manata koftalardır. Ondan sonra her cür qiymətli ayaqqabılarımızdır. Xarici ölçüyə bax, qatar da açıldı da. Gəlin bir dənə yığışın, çıxın gedin gəzin də. Tifliski buradan bırak da, nədir? Oranın, hə, kreditimiz var. Gələndə kredit əldə edə bilərsiniz. Dengi, yəni 100 manat paltarasız 6 aydan sonra 3-4 manat pul gəlir üstünə. Yəni elə xırda-xırda da ala bilərsiniz. Bir bank ödəyicilərinə. Açqılar ölçü üzrə ən ucuzu məndədir. Açqı ticarətinə girmək istəyən qardaşlar da var. Gəlsinlər, fürsətdir. Gəlin, alın. Siz 20 manata gördüyünüz satışda olanları 6 manat, 7 manata, 10 manata mən buradan sadəcə sizə topdan daha ucuz verəcəm ki, dükkan açanda çörək qazana biləsən, daha yaxşı. 13 manata loro piyanalarımızdır. Sonra bax belə qəşəng çatanlarımız var. Bax, şimdi hər şey var. Dur, gəl.